diqqət yetirmək lazımdır ki, bizim düzülüşümüz, sözlərin düzülüşü bu qayda ilə olacaq. Swapped nədir? Swapped əvvəlcə subject, mübtəda deməkdir. Mübtədanı Azərbaycan dilindən bilirik ki, kim, nə sualına cavab verir. Və verb, feil, nə edir sualına cavab verir. O, object, tamamlıq deməkdir. Nəyi, kimi. P, place, yer, harada. T, time, zaman, nə vaxt bildirir. Deməli, bizim cümləmizin ardıcılığı bu qayda ilə olacaq. Birinci mübtəda, ikinci feil, üçüncü tamamlıq, dördüncü yer, beşinci isə zaman zərfi olmalıdır. Formulasına baxaq. Nümunələr vermişəm burada. Formula budur. Swapped. Bunu yadda saxlamaq lazımdır. Nümunəyə baxaq. I read a book at home every evening. I mübtəda. Read, oxumaq. Nə etmək, oxumaq. Verb, feil. A book. Nəyi? Kitabı. Tamamlıq. At home. Evdə. Yer. Every evening. Zaman. Time bildirir. Bir daha deyirəm. I, mən, mübtəda. Read, oxumaq. Feil. A book, nəyi? Kitabı. Tamamlıq. At home, evdə. Yer. Every evening də zaman bildirir. Mən hər axşam evdə kitab oxuyuram. Başqa nümunəyə keçək. She plays tennis in the park on Sundays. Burada she mübtəda vəzifəsində də ona görə birinci yerdədir. Plays, oynamaq xəbərdir, ikinci yerdədir. Nəyi? Tenis. Üçüncü yerdədir. Yer, harda? In the park, parkda. Nə zaman? On Sundays. İngilis dilində cümlələr vermişəm. Burada bu cümlələrdə videonu saxlayıb diqqətli şəkildə baxmaq lazımdır. Burada he watched TV in the living room every night. Burada he-nin, watch-un, TV-nin, living room-un, every night-ın vəzifələrini izah edib ki, cümlədə hansı vəzifədədirlər, hansı funksiyadadırlar. Bunları da videonu saxlayıb diqqətli şəkildə baxmaq lazımdır. Məsələn, subject he-dir, feil watch-dur, tamamlıq televizordur, yer in the living room-dur, time da vaxt, every night deməkdir, hər axşam. Swapped hissələrini göstərmək. Yenə həminki qayda ilə. The students write essays in the classroom every Friday. Subject, şagirdlər. Write, verb, feil. Object, essays, esseləri. Tamamlıq, in the classroom. Yer, sinifdə. Every Friday, hər cümə. Hər 5-ci gün, zaman. Burada da bir neçə əlavə cümlələr var. I buy vegetables at the market every Saturday. Mən hər 6-cı gün marketdən tərəvəzlər alıram. I, mən, mübtəda. Buy, almaq. Vegetable, tərəvəzlər. At the market, marketdən. Every Saturday, hər şənbə. Demək ki, I mübtədadır, birinci yerdədir. Buy, xəbərdir, ikinci yerdədir. Vegetables, tərəvəzləri. Nəyi? Tərəvəzləri. At the market, yer. Every Saturday, zaman bildirir. Digər tərəfdən, my system. Burada, məsələn, buradan götürək. All və team, bizim komanda. Mübtəda, yəni ki, subject. Practice, məşq etmək. Fail, football. Nəyi? Futbolu. On the field. Yer, bir də zaman bildirir. Digər cümlələrdə he, subject, cleans, verb, yəni fail. His room, object, at home, place, every weekend, time. İngilis dilində zaman zərfləri adverbs of time adlanır.
Cümlədə müxtəlif yerlərdə işlənə bilər. Ən vacib qaydaları budur, deyəcəm. Ən çox işlənən yer cümlənin sonundadır. Yəni time. Every day, yesterday, tomorrow. Bunlar əsasən cümlənin sonunda işlənirlər. Zaman zərfləridir bunlar. Tezliklər isə always-dir, usually-dir, often-dır, sometimes-dır, never-dır. Bunlar mübtədadan sonra əsas feildən əvvəl işlənir. Necə? Burada mübtəda Z-dir, bundan sonra işlənib. Əsas feil də watch-dur, bundan əvvəl. Mübtədadan sonra əsas feildən əvvəl işlənib. Deməli, əgər cümlədə to be-nin formaları əmizardır, was, were-dur, bunlar varsa, tezlik zərfi be feilindən sonra gələcək. Necə? Əgər bunlar yox idisa, bunlar yox olmayanda he always late olurdu. Amma əgər indi is varsa, are varsa, was varsa, bu zaman tezlikləri bunlardan sonra işlənməlidir. Bu cümlələrə də diqqətli şəkildə baxmaq lazımdır. Qısa cədvəldir. Qısa cədvəldə videonu saxlayıb baxa bilərsiniz. Zərflər verilib. Zərflərin yeri. Məsələn, every day, yesterday, tomorrow, now. Cümlənin sonunda işlənir. Always, usually, often, sometimes, never. Əsas feildən əvvəl, to be feilindən də sonra işlənib. Burada da nümunə var.